Xalq iPhone, iPhone 16i və yaxud köhnə adı ilə desək, iPhone SE 4 təqdim olundu. Amma ola bilsin ki, bu smartfon, bu iPhone ildə bir dəfə yeniləməsi düşünülən aşağı büdcəli iPhone olacaq. Yeni smartfon iPhone 14 və iPhone SE modellərini əvəz etsə də, qiymətləri ürəkaçan deyil. Apple rəsmi olaraq 3-cü nəsil SE-ni əvəz edən yenilənmiş smartfon olan iPhone 16i-ni təqdim etdi. Yeni məhsul 6.1 inçlik OLED displeyə, Face ID sensoruna, 8 GB operativ yaddaşa malik, A18 çipi və Apple Intelligence dəstəyi əldə edib. Yenilik 48 megapiksellik Fusion kamerası, peşə qoşulma funksiyası və rekord batareya ömrünü təmin edən yeni Apple Sibir 5G modemidir. Bundan başqa yeni məhsul Lighting yerinə USB Type-C portu və standart səssiz rejim dumbler əvəzinə Action button düyməsi alıb. Mənfi cəhətlərindən biri MagSafe'in olmamasıdır. Amma iPhone 16 daha çox akkumulyator ömrünə malikdir. Yəni baza versiya iPhone 16-da 22 saat video izləmə vaxtı olduğu halda iPhone 16i-də bu göstərici 26 saata bərabərdir. Rəng palitrası çox kasıbdır. Ancaq ağ və qara rənglərində iPhone 16i olacaq. Öncədən sifariş fevralın 21-də, satışlar isə fevralın 28-də başlayır. iPhone 16i qara və ağ rənglərində 128, 256 və 512 GB yaddaşla $599 başlayan qiymətə satılacaq.